Muzeyimiz hələ 83-cü ildə, 82-83-cü tədris ilində mən məktəbdə tərbiyə işləri üzrə təşkilatçı işləyirdim. Kakalos Cəfər Cabbarlı adına orta məktəbdə. Orada biz muzeylər yaratdıq. Demək, o vaxt dəbdə olan Lenin muzeyi, Xalqlar Dostluğu muzeyi və 200 ədəd eksponatı olan Tarix Diyarşünaslıq muzeyi yaratdıq. Beləliklə, demək, bu muzey fəaliyyətə başladı. İndi hal-hazırda burada 5000-ə yaxın eksponat var. Ekspozisiya Kakalos kəndinin adı ilə başlayır. Demək, burada kəndin yaranma tarixindən. Talış dilində bilirsiniz, ev deməkdir, los yığım deməkdir. Evlər yığımı. Demək, birinci bölmə evlər belə tikilirdi, taxtadan, ağacdan, içərisi palçıqla doldurulurdu, püşdə deyirdilər onu. Doldurulurdu, üstləri də yabanı bitkilərdən hazırlanırdı. Beləliklə, kəndimizin adı yaranıb Kakalos, yəni evlər, yığımı, los yığım deməkdir. Los da bilirsiniz ki, barama qurdunun baramasına deyirlər, los. Bu ikinci bölmədir. İkinci bölmədə demək, o vaxt evlərin içərisi, yeri palçıqdan olurdu. Yəni, insanlara pis təsir eləyirdi. Elə yaradıcı insanlar çıxıb ki, yabanı bitkilərdən həsir eləyiblər. Həsiri əvvəl sərirdilər evin içərisinə, sonra üstünə yatırdılar, otururdular və ilə axır. Çünki bu həsir rütubət buraxmır. İki bitkidən hazırlanır bu. Biri lığ, biri püzə. Püzənin içində filtrə oxşar bir şey var. O rütubəti buraxmır. Amma lığ bu ipləri düzəltmək üçündür. Buna pərdis deyirlər. Beləliklə, yəni sonra inkişaf eləyib ev, məişət əşyaları yaranıb. Görürsünüz, bu zəmbillərdir, tərəzidir, ümumiyyətlə şlyapalardır, sonra süfrələrdir və ilə axır. Gördüyünüz o birinci stenddə 94-cü ildə mən burada işləyirdim. Xalq teatrının rejissoru işləyirdim. O vaxt oğlanlar hamı gəlirdi, çoxlu oğlanlar gəlirdi bura, amma qızlar biri də yox idi. Mən bir şey fikirləşdim, Nəcib Qızlar Klubu yaratdım. 94-cü ildə, 1994-cü ildə. Bu ikinci stend. Burada Zeynalabdin Tağıyevin deyərdik ki, ardıcılı. Bəhrəm adında, siz bilirsiniz, Bəhrəm qohumumuzdur, mənim bibimin nəvəsidir. O bizə kömək eləyib parkın salınmasında və Heydər Əliyevin büstün burada sifariş verib kəndə gətirilməsində və ucaldılmasında bu stend ona aiddir. Gördüyünüz bu stend kəndimiz yaxın keçmişdə. Kəndimiz çəltikçiliklə, heyvandarlıqla məşğul olub. Yəni ki, bütün bu stend də onlara aiddir. Və həsirçiliklə şəkillərə fikir verin, həsir toxuyur qadın. 110 yaşında rəhmətə gedib bu qadın. Onun yanındakı isə çəltik əkən qadınlar elə geyinirdilər. Keçdik demək bu bölməyə. Bu bölmədə gildən hazırlanmış ev məişət əşyalarıdır. Sizə tanışdır, çoxlarına tanış olar. Nehrədir, bax görürsünüz, bərnidir, sonra çölməklərdir, süzgəclərdir, hamı gildən hazırlanır, təndirdir və ilaxır. Görürsünüz, hamı bunlar isə yerdən demək, bizim kəndimizdə, Vəlixanovun dövründə bütün sahalar hamısı şumlanırdı, hamarlanırdı da. Həmin vaxtda bu suxurlar çıxıb, biz onları götürüb saxlamışıq, yəni muzey üçün qorumuşuq. Demək, bu oldu gildən hazırlanmış ev məişət əşyaları. Demək, bura qədər. Gəldik ağacdan hazırlanmış ev məişət əşyaları bölməsinə. Burada görürsünüz, bizim ləvəngin eləmək üçün bizim bilirsiniz, tarixi yeməyimizdir, tabaqlardır, sonra rəndələrdir,
dingin maketidir və ilaxırda ələklərdir, hövsərdir. Əsas burada unikal eksponat bu iki divlərdir. Bu sağdakı qamış gividir, soldakı inək gividir. Bunları malların boynuna keçirirdilər və xışla sürürdülər, yeri hamarlayırdılar. Və ilaxırda keçdik dəmirdən hazırlamış ev məişət əşyalarını. Burada da çox nadir eksponatlar var, bilirsiniz. Bütün evə nə lazımdır? Çinlərdir, ütülərdir, xışt, görürsünüz, dırmıqdır, kərəntidir, sonra məşəldir və ilaxır. Görürsünüz, burada da evə nə lazımdır? Hər şey nümayiş olunur. Hətta bu kortiklərdə elə şumlama vaxtı tapılıb. Keçdik mis, bürünc bölməsinə. Burada deməli görürsünüz qazandır, mecmələrdir, bürünclərdir, bürünc mecməyidir, bu mis mecməyidir. Qaşıqlar da hamısı görürsünüz, hamısı ev məişət əşya, parçdır, süzgəcdir yenə. Gəldik. Burada yazıb kənd evi. Bura kənd evidir. Bilirsiniz, bizim kənddə, evlərdə rəf olurdu. Rəflərdə qabları yığırdılar belə. Lampalardır, görürsünüz burada. Beşikdir. Sonra ən unikal burada eksponat bu lampalardır. Bu, Orta Asiyadan gələn lampalardır. Bizim yerli deyil. Bunlar da ondandır. Amma bunların vazaları yoxdur. Bunların vazaları var. Bax, altı vazadır, üstü lampa. Bunların isə vazaları yoxdur. Sonra sandıqdır, yükdür. Gəldik bu bölməyə. Bura nənələrimizin, atalarımızın geydiyi geyimlərdir. Papaqlardır, görürsünüz, kişilərə aiddir. Kişi geyimləri də var altda. Bunlar da qadınlar arxalıqdır. Görürsünüz, bu nənə bu arxalığın sahibidir, bax bu nənə. Sonra burada bizim bu mədəniyyət evinin direktoru olub, bədi rəhbəri olub, bunların şəkilləridir və ilaxır. Keçdik bura. Sizə bir dənə eksponat haqqında izahat verim. Mirzə, dinlə. Demək, mən qıyabı oxuyurdum. Mənim yoldaşım Heydər müəllim Pedaqoji İnstitutun fizika fakültəsində ayanı oxuyurdu. Mən isə qıyabı oxuyurdum. Mən bu köynəyi onun üçün tikdim, tələbədir də geysin. Bu geyirdi institutda bunu, fors eləyirdi özü üçün. Ona görə mən bunu muzeydə qoyum. Mənim əl işimdir, özüm tikmişəm. Bu güzgüyə gəldikdə mənim ana babam İranın Xorasan şəhərində ruhani təhsili alıb 13 il. 13 il. Sonra 40 yaşında oradan qayıdıb gəlib kəndə, bütün kənd onun pişvazına çıxıb, molla kimi gəlib də, yəni ruhani kimi. Gəlib, gələndə bu çox şeylər gətirib, qabaqda sizə göstərərəm. Demək, bu güzgünü də oradan gətirib, bu beşiği də oradan gətirib. Mənim anam bu beşikdə böyüyüb. Mən də bu beşikdə böyümüşəm, eyni zamanda ailəmiz və qardaşımın uşaqları da bu beşikdə böyüyüb. O Xorasandan gələn beşikdir. Görürsünüz necə unikaldır. Sadəcə onun bu hissəsi xarab olur. İrəlidə o biri eksponatları da sizə deyərəm. Gəldik bu bölməyə. Bu bölmə düzdür. Bizim demək dünən tədbirimiz var idi Astarada, Sırağa gün. Əvəsuru bəlkə eşitmişsiniz. Əvəsurun 60 illik yubileyi idi. Demək, buradan mən söküb orada sərgi eləmişəm. Ona görə bunlar burada boşluqlar yaranıb. İndi hal-hazırda həmin eksponatlar Astara Mədəniyyət Evindədir. Sabah bizim işçilər gedib onu gətirəcəklər. Sonra gördüyünüz bu hissədə yenə də Rumuniyada biz olmuşuq. Rumuniyadan olan demək eksponatları mən yenə də deyirəm Astaradadır. Bura məktəb tarixidir. Görürsünüz, məktəb tarixi. Mənim işlədiyim dövrü əks etdirir bu. Demək, bütün paltarların əksəriyyətini
mənim əlimlə tikilib. Bax, öz əllərimlə tikmişəm bunları. Amma zaman-zaman. Bu kostyumları, bunları Heydər Əliyevin and içmə mərasimində tikmişəm. 2 dəfə and içmə mərasimi olub. 2 dəfədə də biz iştirak eləmişik və bəli, bunları bir dəfə bunları geyiblər. İkinci dəfə ağ kostyumları. Bir dəqiqə, bu da ağ kostyumları. Bunları ikinci dəfə bunu. 90 deməli 3, 98. 98-də bu kostyumları tikmişəm. Bunları dövlət bizə bağışlayıb. Bunları da mən özüm hazırlamışam. Burada gülləri təzə hələ eləmişik. Təzə eləmişik hələ. İstəyirsiniz götürün bir dənə aparın. Yəni qoyarsınız, artırarsınız da orada. Biri otursun, bunu qoy altına, iplərin altına. Kim otura bilər orada? Kim istəyir otursun. Bir nəfər otursun. Otur. Güc sənə çatırdı. İndi gəl. Yox, heç nə lazımdır. Amma bunu suya gərək adam salsın. Bu yumuşalır suya salanda. Gəl. Bu sənin. Bu da mənim. Qızım, bir nəfər qızlardan gəlsin. Yox, burada otur, elə yox. Otur, amallı boşda. Ona tomonasi deyirlər. Çək indi öz tərəfinə. Qurğunu tut, çək. Qurğunu tut, çək. Sən indi çək də ağacdan tut. Çək. Gərək yaş olsun, yaş olan kimi sürüşür. Amma quru olanda sürüşmür. Ümumiyyətlə bildizlər necə toxunur. Belə naxışlıdır. Gəl, nehrəm gəl. Yağı mərmər daşıyacan, ayranı göz yaşayacan. O da odur. Sonra o da təndirdir, hamınız bilirsiniz təndir nədir. Sonra bu dingdir. Bu dingdir, bu hövsər. Demək, demək, siz bilirsiniz ki, su dingləri olardı. Bundan bir 10 dənə belə olardı. Sonra o çarx onu fırladardı, axar suda. Fırladardı, o dinglər biri düşərdi, biri qalxardı. Düyüləri çəltiyi çevirərdi düyüyə. Bəsdir. İndi yavaş-yavaş bunu qoy yerə. İndi hövsə. Belə, ay sağ ol, bacarırmış da qızım da. Maşallah. Kifayətdir də, toza vermə biz. İndi tök ora. Həmişə gəlin. Muzeyin ekspozisiyası bu quyudan başlanır. Bu quyu da mən icra nümayəndəsi işləyəndə sahalarda, pomidor sahalarında da bu güngüləri atmışdılar ora. Mən də burada bir dənə quyu qazdırdım. Oradan gün gətirdirdim lafetlə. Bu quyunu bərpa elədik. Bu ekspozisiya buraya aiddir. Ekspozisiya buradan başlanır. Suyu da buradan götürürük. Suyu burada işlədirik və elə axır.